Mağazada ümumi Nə qədər? 3471 manat. Yəni yenə deyirəm, siqaretdən və spirtli içkidən başqa. Borc 3471 manatdır, bəli. Bir də sayı zəhmət olmasa. 3400, 3500. Hə, 3500 buradan qaytar. 3400. Gündəlik çörək alanlar var. Bəli, olur. Elə qalanda nədirsə çörək. Oldu, çox sağ olun. Demək 18-ci mikrorayonda Ruslan Market. Bu günləri oktyabr ayının 21-idir. İçki və siqaret istisna. Onların borcları qaldı. Qalan bütün borcları əlhamdülillah bağladıq. Bugünkü gün şükür olsun aləmlərin Rəbbinə. Biz müğənnilərin başına tökmürük, nə bilim oraba. Bu xeyir işlərdir. Rəbbimizin tövsiyə, vacib qoyduğu əməllər var. Əlhamdülillah. Çox sağ olun. Qardaşım, orada qalan da pul var. Onu inşallah gündəlik kim çörək alır, zəhmət olmasa o puldan çıxardacağız. Bir dənə də borc dəftəri götürərik biz. Buyurun. Çox sağ olun. O kağızlar da var idi, balıq. 2 dənə də vərəqimiz var idi. Aha, vərəqimizi də verin. Ha. Çox sağ olun. Buyurun. Sağ olun. Sağ olun. Allah işlərinizə bərəkət versin.